Table tagımla başlayıram. Table. Bu şəkildə yazdım. Bağlayanda avtomatik proqram özü atır. Bunun içərisindən border bir də verə bilərəm. Bax, border vurursan, yəni xəttlərin qalınlığı border 1-dən gedir. Daha sonra düşürəm. Hətta oradan rəngini də seçə bilərik. Hələ ki onlar qalsın. Ee, bax, yadında saxla. Table-ı açdım. Borderi verdim. Hətta borderdən əlavə mən bunun enin uzun da, indi biraz açıq gedir, sonra qayıdıb enin uzun da seçəcəm. Ter, yəni table rows, sətir deməkdir. TR. Bax, bu şəkildə açıram. TR. İstəyən dəftərə qeyd edirəm. TR açdım. Mənim sətrimdir, düz bir sətrim. TR-in içində birinci TH-dan istifadə edəcəm. TH table heading kimi, head kimi başa düş. Yəni baş hissəsi. Bu xanalarda ad soyan başlıq hissəsi var idi və onlar yazılır. Yəni qalın hərflə yazılır. Fərqi odur. Və bunun içərisində bəzən belə yan-yana verəcək bax, və bu şəkildə. Qarışıq. T, böyük hərflə də yaza bilərik, amma kiçik hərflə də yox. Bax, bunun içərisinə yazdım ad. Yəni adları buradan yazacağım. Ad. Ctrl, dəqiqə. Ctrl S eləyirsən, keçirik bu biri tərəfə. Bax, ad. Bir dənə xananın içərisində görsən düşdü. Keçirəm, yenə bura. Bax, bunun indi ikincisini atıram. Buradan yenə bu şəkildə TH yazıram. Yəni heading. Bura yazıram soyad. Soyad yazdım. Yenə bunu yaddaşa vururam. Gör nə baş verir. Bax, bax soyad. Bu şəkildə. Daha sonra yenə gəlirəm bura. Bir dənə də nə yaradaq Zəhra? Yaş yaradaq. TH. TH. Burada bir dənə də yaş. Yaşı vurdu. Yaşı Azərbaycan dilində. Yaş. Ctrl S elədim, gəldim bu tərəfə. Bunu yaddaşım. Bax da yaş. Keçirəm yenə bura. Mənim, necə deyirlər, birinci sətrim. Və onun içərisində TH-lar. Sanki xana kimi qeyd elə, sütun kimi qeyd elə. Yəni, bu cürlə yadda saxla. Düşdük aşağı. İndi isə nə yaradaq? Yenə TR açıram. Mütləq şəkildə hər şey TR-in içərisində yazılmalıdır. TR. TR açdım, TR bağladım. Daha indi nə yazar? Adi xana. Deyə bilərsin mənimə, adi xana nədir? Bir var, bu TH qalın hərflə yazan. Bir də var ki, kiçik qalın hərflə yox, nəzik. Yəni, indi görərsən. Bura yazaq ki, məsələn, adımız Zəhra. Ə hərfi yazmır. Bir dəqiqə. Bəzən ə hərfini gətirməyində problem olacaq, amma az dilini vermişik ki, məncə olmayacaq. Zəhra. Bu şəkildə verdi, yadda saxladı. Keçirəm bu bir hissəyə. Bax. Gördün. Bu adına indi görək. Biraz gəl bura viz heys verək. Viz ölçü verək. Hündürlük verək. 300 verək. Görək nə baş verir. Biraz da en verək. Daha yaxşı olsun. Biraz da en verək. Hadi 300 verək bərabər olsun. Gedək bura baxaq. Bu şəkildə.
İndi bunlar hamısı düzələcək. Yenə T-də açıram. T, T. Açdım. T-də bağladım. Soyad nədir? Əlsov. Hı. Bunu açdım. Sonra birini də gəl açaq. Bax, keçirəm bura. Yenə T-də açdım. Mənim bu ingilis dilinə, Azərbaycan dilinə keçməyim yordu məni. Hı. T'də açdım. T'də bağladım. Yaş? 16. 16. Ctrl S. Vurdum. Gəldik bura. Aydındır. Hər hansısa sual var. İndi ikinci sətri hazırlamaq üçün. Bax, ikinci sətri hazırlamaq üçün. Ctrl, bunu kopyalayıram, C elədim. Düşürəm aşağı, Ctrl V eləyirəm. Dəyişməyəcəm adları. Ctrl S eləyirəm. Keçirəm bu bir hissəyə. Bax, bu nədir? Bu nə ilə yazım bu qaraları? Nədir? P, H-la. PD ilə ad soyadlar. Yəni bu adla bu Zəhranın arasında fərqi nə kimi görürsən? Qalınlığında, incəliyində görmürsən. Boldla yazıb bunu. Hı -hı. Yəni bu şəkildə istifadə edirik. İndi gəl bunun içərisindən nəyi pozaq? Keçək. Bax, bunu pozuram. Adı da pozuram. Soyadı da pozuram. Yaşı da pozuram. Daha sonra buradan Zəhranı da pozaq. Əziz olanı da pozuram. Bax, birinci gəl nəyə keçək? Jospan. Jospan e, kolumb kimi fikirləş. Sütunların birləşməsi. Merge ses var idi Word-də və yaxud da Excel-də. Bax, bir dənə. Bir dənə Excel açaq. Hər hansısa bir cədvəl götürək. Bu hissəni seçdik. Buranı qalarıq. Bunu vurdum. Məsəl üçün, mən bu iki dənə birləşmək istəyirəm. Bu iki dənə sütun sayılır. Bir sətr üzrə gedir əslində. Bu sətirlərin birləşməsi gedəcək. Bu row spandır. Amma belə bu iki dənə yan-yana sütunun birləşməsi üçün mən gəlib burada metri hesab vurmalıyam. Düzdürmü? Məsələn, bu iki dənə birləşmək üçün. Yaxşı, bəs bir də var belə uzunluğu. Bu row span adlanır HTML-də. Bax, bu şəkil row span. Bu hissə Jolspan adlanır. Belə düzünə birləşdirmək. Məsələn, Jolspan 3 desəm, 3 dənə belə xananı birləşdirəcək. Jolspan 2 desəm, ən azı 2-dən başlayır da, 2 dənəsini birləşdirəcək. Amma Rospan məsəl üçün 3 desəm, gəl buradan çəkeyim. Rospan 3 desəm, 3 dənə belə sətirdir, birləşdirəcək. Başa düşdüm buradakını. Biraz böyle. Aha. İndi gəl, gedək yenə ictimai sənədimə. İndi mən necə edeyim birləşsin. Bunun üçün, bax, bu burada TD və yaxud da TH-ın bu hissəsi var ya, bax, bura. Buranı açıram və buradan yazılan Jolspan. Jolspan. Jolspan açdım. Bərabər qoyuram, yazıram 3. Biraz Jolspan 3. Bax, bunu açdıq. Açandan sonra iki dənəsini gəl birləşdirək. Yox, iki dənə birləşdirəcəmsə, bir dəqiqə. Bax, buraları silməliyəm artıq. Bax, bu hissəni silməlisən, götürməlisən. Gəl birinci, iki dənə, birincisi ilə ikisini birləşdirək. İkisini birləşdirək. Bir dənə bunu sənə belə göstərim, gördün necə olacaq, ondan sonra fikir verir. Bax, belə bir qəribə bir formaya yaranır. Ona görə sən məcbursan ki, o tərəfdə neçəsini birləşdirirsənsə, bunu siləsən.
Bax, bir bunu götürürəm. İkisini, elə bir dənə bu götürsəm bəs eləyəcək. Bunu sildim. Bunu sildim. Yaddaşa vurdum. Bir kodumuzu düzləyin. İndi gedək bura. Yoxsa bu buradan niyə oldu? Maraqlıdır. Bu buradan olmalıdır. Bir dəfə. Mən başda elədim. Bu işlər niyə oldu? Gəl, gəl bir şey eləyəcəm. TD-lərdə işlədəcəm bunu. Bir nəsə baş, eyni kontrol C. Kontrol V. Bura yazıram Jospan. Jospan yazdım. Bərabər qoydum. Dilim ikisi birləşdirib. Təbii ki, onda bu iki dənə xananı siləcəm. Yəni, ikisini, birini siləcəm, ikisi qalsın. Gəldik bura. Hı, belə bir şey. Orada nəsə aşağıda xəta verib, mən onu tapacağım. Hə, deyir burada. Deyirəm də nəsə baş verdi. Bir dənə gedək baxaq. Bayaq da düz idi. Burada sadəcə bunun necə oldusa silinir. Mhm. Bu belə. Bura düzəldi. Sonra görək harda nəyi silmişik, götürmüşük. Bax, burada bunu da hə. Deyib. Ctrl S. Verdik. Dedi. Aha, şimdi gedək baxaq. Hə, tam istədiyim kimi oldu. Bax, koda bax. Nə demişəm? Bax, birinci xananın başlığına yazdım. Jolspan 2. Yəni, sən özün elə iki dənə xanaya bərabər oldu. Sənin enin, sənin boyun. Amma digər, bax, bu bir dənə, bax, xanadır. Amma iki dənəni əvəz elədi. Bax, buradan bura. Görürsən? Amma bir dənə xananı saxladım. Mütləq şəkildə bunu saxlayırsan. Mütləq şəkildə bunu saxlayırsan. Və bu cür nə görünüş əmələ gətirir. Məsəl üçün, aşağılardan da hər hansı birini eləyə bilərik. Əgərəm iki dənə xana, necə deyirlər, bir dənə sənin xanan var, bir dənə bu. İki dənə xana əvəz eləyəcəksə, iki dənə xananı əvəz eləyəcək. Bu, elə bil ki, iki dənə xana olur. Bu özü də tək bir xana olur, bax, bu özü. Ona görə, necə deyirlər, üç dənə saxlama. Çünki elə ikisi bu, biri də bu. Üç dənə oldu. Məsələn, mən burada gələm, onda üç dənə xananın birdən birləşdirəcəmsə, burada mən neçə dənə TD saxlamalıyam? Neçə cüt? Bax, mən bura Jolspan 3 yazdım. Jolspan, bir dəqiqə. Jolspan. Jolspan'a buradan 3 yazdım. Bax, bu özü tək 3 dənə xanaya, bütöv xanaya bərabər olacaq. Onda burada nə baş verməlidir? O, bəli, onda o birilər olmalı deyil. O birisi bir dənə gəl olan halına baxaq. Görək nə günə qoyacaq bizim cədvəlimizi, bax. Bax, belə bir şey alınır. Amma elə istəmirəm axı. Keçirəm bura. Onda bu iki dənəni, bax, buradan götürürəm. Bu koddan bura qədər silirəm. Sildim. Ctrl S elədim. Keçib indi baxıram. Bax. Bax, mən belə bir şey istəyirdim. Yəni, bu tək TD, Jolsman 3 yazanda, yəni sən 3 dənəni özündə birləşdir deməkdir. Ona görə o birislərini avtomatik silməlisən, yoxsa çox bir əcayib görüntü alacaq. Bura kimi başa düşdük. Jolspan nə idi? Sütunların birləşdirilməsi. Ora neçə yazsa, o qədər sütunu birləşdirir. İndi keçək nəyə? İndi bunları qaytaraq. Rospan'a. Jolspan keçdi, qaldı Rospan. İndi Rospan'da keçəndə, indi bir dəqiqə burada xətalar var. Onlar bir düzəldi. Bayaqki xətalardı, bizi incidirdi. Aha, bunlar da düzəldi. İndi gəl Rosban. Məsəl üçün deyirəm ki, aşağıdakı bununla bunu ikisində eyni necə deyir, sütun elə də. Yəni aşağı ilə birləşdir. Təsəvvür edirsən, bu həm aşağı sətr olacaq. İki dənə sətri özündə birləşdirəcək. Ona görə mütləq şəkildə sən aşağıdan bir dənə xananı, bir dənə sətri silməlisən. Gəl bir dənə yazaq. Məsəl üçün yazdım. Rosban.
Rospanı buradan da götürürəm. Rospanı götürdüm. Deyim 2 dənəsini birləşdir. 2 dənəsi birləşdir deyəndə gedək bir dənə baxaq görünüşə. Gör necə xoşa gəlməz. Mən əgər onları silmirəmsə. Bax, elə ki, buradan bax birin əlavə atdı. Fikir verirsən? Mən istəmirəm axı bu əlavə olsun. 3 dənəlik olsun. Bax, bu mənim üçün 4 dənəlik. Bunlarda amma heç nə yaza bilmirəm. Ha, iş burasıdır. Bunlarda heç nə yaza bilmirəm. Boşdur. Mən 2 qat çərçivəyə almışam deyənə bunu. Border. Gəl oradan bir dənə border də götürüm. Görək nə olacaq. Border. Biri götürürəm. Ctrl S eləyirəm. Görək fərqi istəyirəm sənə göstərəcəm. Dəyişmədi. Mətlə borderi götürüm. Hə, borderi götürəndə getdi. Neyse o qalsın. Ona görə əgər bu görünüş olmasın deyə, bax bu görünüş olmasın deyə burada belə kənara çıxma. Mən istəyirəm bu kənardakı xətt çıxsın, bu xanalar qalsın, da alınmadı. E, bu aşağıdakı bu Rospan dedim 2 dənəsini birləşdir. Yəni bu, bax bu, bundan, bax bunu özünə birləşdirdi. Bu tək 2 sətirdir. Yəni avtomatik bunu da özünə, altındakı budur. Bunu özünə birləşdirdi deməkdir. Ona görə bu mənə artıq ehtiyac duyulmur. Mən bunu silə bilərəm. Və sildim də. İndi gedək görək, istədiyimiz görüntüyü əldə edək. Baxaq. Gördüm. Bax bu görünüşü istəyirdim. Səliqəli görünüşü. Başa düşdün? Hı -hı. İndi mən orada Rospan 3 desəm, bax bura Rospan 3 desəm, harda nəyi silməliyəm? Hə? Bir hamısını Necə? bir kimi eləməli. Nəyi yeyəcəm? Yəni TD-ləri Hardakı TD-ləri? tamam. Buradan, buradan, yoxsa buradan? 16'lısı değil. Buradan. Yok. Yazdığımızın altı. Bu zaten birləşib də. Bu zaten bunu mən sildim də. İndi gör problem hardansa. Sadəcə başa düşməyi istəyirəm. Gör indi problem hardan çıxacaq. Hardan çıxdı problem? Evet. 4 buradan çıxdı. Gördün. Ben Yəni üzü aşağı 3 dənəsini birləşdir dedim. Bax Rospan dedim. Yəni üzü aşağı 3 dənəsi. Ona görə avtomatik bu artıq düşür burada. Bunu silməlisən. Bunu silməlisən ki, yəni 2 dənə sətri zaten bu özü deyir ki, mən 3 dənə bir dənə 3 dənəsini əvəz edirəm. 3 dənə sətri əvəz edirəm deməkdir. Kontrol S elədim. İndi getdik. Gördün? Başa düşdün? Sual var. Keçdik bura. İndi mən bir dənə burada cədvəl qururam. Table. Gör nə quracam. Deyirəm. Bu şəkildə. Fərqi yoxdur. Böyüklə də yaza bilərsən, kiçiklə də yaza bilərsən. T-də deyirəm. Bu çoxaldıram. Bunu artıram. Kontrol şey edirəm. Bunun içərisində artıram. Artdım bunu. Daha sonra burada gəlirəm. Bax, burada deyirəm. Cospan deyirəm. Cospan 2. Sonra Cospan'dan 2-dən əvvəl gəlib bu kopyalayardım. Dəqiqən kontrol etdim. Bunu kopyalayaq. Kontrol C delete geri qaytardım. İndi düşürəm aşağı, birini də atıram.
Osman 2 dedim. Belə deyim. Daha, mesela. Daha sonra düşürəm aşağı. Ctrl V deyirəm. Bir də düşürmüşüm. Ctrl V. Və buradan. Bax buradan. Buradan girib yazıram. Buradan da Rosban 2 deyirəm. 2 dedim. Bunu da sildim. İndi sən bunu çəkə bilərsən nə formada oldu? Gözümdə yoxluyum. İşte, bir dəqiqə, bir dənə düzəliş edeyim. Düz getmir burada. 4-dən orada. 4-dən. Hə. İndi bunu düzəliş edə bilirsən. Nə formada olacaq? Necə olacaq? Yəni, mən çəkə bilməsəm, mən çəkəcəm. Hazırdır, yoxsa çəkinmə? Tam düz oldu bilmedim. Defter senden. Çəkim? Bir saniye. Hı? Ben plugin bunu seç. Düz olmadı. Yaxşı, indi qururam. Bax, bu 2 dənə xana. Jolspan dediyinə görə. Neçə dənə tedi qaldı? 2 dənə. 2 dənə də balaca tedim var, düzdürmü? 2 dənə də balaca. İndi hamısını bilmirəm, bir boyda çəkə biləcəm, ya neyəcəm. Hə. Sonra bunun birini də çəkməliyəm. Bu boyda. Bu özü bir dənə 2 dənəliyi götürdü. Bu da 2 dənə tək-təkim. Düzdürmü? Biri bu, bir də bu. Yaxşımı? İndi gəldik aşağıya. Aşağıda baxıram bir dənə balaca xanam var. Bax, balaca dörd bucağım var. Bu biri. Burada heç nə baş vermir. Sadəcə 4 dənə balaca xanamı çəkirəm. Bu ikincisi. Bu. Mən bunu düzəltmək istəmirdim ki. Hı. Biraz nəsə boyutlar düz gəlmir. Gəl belə eləyək.
Bunları götürürüm ümumiyyətlə. Ctrl Z. Of, bunu buradan söndürək. Bundan işte. Bundan belə tuta bilmədim. Olsun. Ctrl Z eləyək. Şimdi Ctrl V. Bax, bunu gətirdik qoyduq. Bu bir kanal. Bu ikinci. Bu üçüncü. Of, Ctrl. Bu da dördüncü değil. Şimdi iş burası mı? İş burası. Gel bu vardı. Al, Ctrl ne dedi? Bu. Bu da ki. Bu. Bunu götürdük. Gel bunun birini bir tane de çekelim. Biraz neyse benziyor. Ne oldu bu? Hansı birinci ve ikinci sətrim? Gördün. Jolspan dediğim yerine iki dənəsini birləşdir. Düzdürmü? Birləşdirdi. Sütun birləşib. Və iki dənəsi TD-lər bax, burada yaranır. Bu olduğu kimidir. 4 dənə TD yazmışam. Bax, bu şəkildə. 4 dənəsini də yığıb bura. Aşağıya baxıram. Aşağıda bir dənə bundandır. Dəqiqə. Bunu yenə söndürək. Bunu aktivləşdirək. Eyni boyutda olsun. Bax, biri bu. Yenə vururam bundan, gətirirəm. Biri bu. Fark edirəm, görüm nə istəyirəm. Sonra birini də vururam. Birini, bu da bu. Sonra baxıram ki, burada Rospan deyir. Yəni, yuxarıdan aşağı iki dənə sətrin birləşməsi var burada. O da bax, bu ölçüdə olmalıdır. Bax, təxmini, bax, belə. Gördün. İkisini birləşdirdim. Və ikisini də birləşdirəndən sonra все. Nə aşağıya da nə qaldı? 3 dənə də TD-m var. 3 dənə də TD-ni gətirib yerləşdirəndə bunlardan buradan götürək. İndi gəl belə açaq. Bax 3 dənə də TD-m var belə. Biri bu, biri bu ikincisi. Bu da üçüncüsünü də buraxdım. Bu şəkildə çəkmişdin, yoxsa hə? Ben birisini indigo ajansıyla onu da birleştirmiştim. Onu da mən bu yuxarı apara bilmərəm. Da belə. Bu şəkildə. Yəni, Jolspan'ın gedək görək orada nə deyir. Qələmimizi adı qoyaq burada yerinə. Keçək bunu yeniləyək. Bu da heç qarşıma oldu. Burada birini silməmişəm. Görsən buna. Yoxsa, yox, yeniləməmişəm. 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 Hı. Yaddaşa verməyən də keçmiş versin. Gördün. Sual var.
Bu da mənim qurduğum. Getirək bunu da qoyaq bura. Burada bu. Bax, 3 dənə bu burada. 3 dənə bu burada. Bax, 3 dənə. Bax, bu. Güzel. Bu nə idi? Bunun adı nədir? Bu hissənin rospa. Sonra 3-4 dənə yerində. Bax, 4 dənə bu sətirdə 4 dənə. Bax, bu şəkildə yerində. Düzdürmü? Bax, bu 4 dənə də bu. Sonra 2 dənə xana birləşib yuxarıda. Bu. Burada da budur. 2 dənə də xana, bax, bu ayrı-ayrı şəkildə burada. Bunlar da bax, bunlar bu. Sual var. Biraz çətin oldu elə də. Yoxsa? Başa düşdüm.